Əziz və möhtərəm qardaşlar, ilk öncə özümə və sizə uca olan Allahdan ona yaraşar şəkildə qorxmağı tövsiyə edirəm. İslam ümmətinin yaşadığımız dönəmdə ən çox ehtiyacı olan şeylərdən biri gözəl əxlaq sahibi olmasıdır. Gözəl əxlaq İslam dininin əsaslarından biridir. Şəriətin ruhu hesab olunur. Muhammed sallallahu aleyhi və səlləmin Peyğəmbər olaraq göndərilməz səbəblərindən biridir. İslam dininin yer üzündə yayılması üçün ən güclü səbəb sayılır. Allah Azza və Cəllə Quran-ı Kərimdə Muhammed sallallahu aleyhi və səlləmin əxlaqını Qaləm surasının 4-cü ayəsində nöqtələmişdir. Uca Allah buyurur ki, وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ Ey Muhammed, sən həqiqətən böyük əxlaq sahibisən. Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə İmam Əhməd ibn Həmbəl Musnəd kitabında rivayət eləyib, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, İnnəmə bu'ithtu li utəmmimə məkəriməl əxlaq. Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim. Başqa bir hədisdə yenə Əbu Hureyra radiyallahu anhudan gəlir, hədisi İmam-ı Tirmizi Sünən kitabında rivayət etmiş və hədisin etibarlı olduğunu bildirmişdir. Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, İnnə min əkməlikum imanən əhəsinikum əxlaqa. Sizin iman baxımından ən kamil olanınız, əxlaq baxımından ən gözəl olanınızdır. Başqa bir hədisdə gəlir, Əbu Dərdə radiyallahu anhudan buyurur ki, Muhammed sallallahu aleyhi və səlləm buyurur, qiyamət günü bir qulun tərəzisində ən ağır gələcək əməli onun gözəl əxlaqı olacaqdır. Hədisi İmam Əbu Davud Sünən kitabında, həmçinin İmam Tirmizi Sünən kitabında rivayət etmişdir. Cəbir ibn Abdillah radiyallahu anhudan həmçinin hədis gəlir. Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, bu ən önəmli əxlaqı təmsil edən hədislərdən biridir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, sizdən ən çox sevdiyim qiyamət günü mənim məclisimə ən yaxın olanınız sizin ən gözəl əxlaq sahibi olanınızdır. Əxlaq dedikdə, əziz qardaşlar, ictimai əlaqələr nəzərdə tutulur. Sənin dürüst olmağın nəzərdə tutulur. Sənin yalandan uzaq olmağın nəzərdə tutulur. Sənin əmanəti gözəl şəkildə daşımaq sifətinə malik olmağın nəzərdə tutulur. Sənin vəfasızlıqdan və xəyanətdən təmiz olmağın nəzərdə tutulur. Qeybətdən, nəmmamlıqdan və ictimai əmin-amanlığı pozan hər şeydən uzaq durmağın nəzərdə tutulur. Əxlaq deyildikdə, hətta xırda şey görünsə belə, sırada durarkən növbəni pozmamaq nəzərdə tutulur. İmam Əhməd ibn Həmbəl rahiməhullah buyurur ki, Əd-dinu kulluhu əxlaq. Dinimizin hamısı əslində əxlaqdır. İmam İbn-i Qayyim rahiməhullah buyurur ki, Əd-dinu kulluhu əxlaq. Fəmən zədəkə fil xuluqi zədəkə fid-din. Dinimizin hamısı əxlaqdır. Kim səndən nə qədər gözəl əxlaqlı olursa, səndən o qədər daha çox dindar olur. Əziz və möhtərəm qardaşlar, İmam Malik rahiməhullahın möhtəşəm bir sözü var. Bu sözü deməyinin səbəbi isə onun möhtərəm və salihə olan anasıdır. İmam Malik'in anası, İmam Malik rahiməhullah uşaqkən müəlliminin yanına göndərir. Bəziləri deyir ki, axı İmam Malik balacadır, bu elm almaq səviyyəsində deyil. Buyurur ki, qoy müəllimindən, elmdən öncə ədəb öyrənsin. İmam Malik rahiməhullah buyurur ki, Təalləmul ədəb qablə ən tətəalləmul ilm. Elm öyrənmədən öncə ədəb və əxlaq öyrənin. Bugünkü gündə yaşadığımız cəmiyyətlərdə, getdiyimiz ölkələrdə və yaxud da müsəlmanların bulunduğu çevrələrdə baxsaq görərik ki, ən çox doğrudan da düzəlməsi gərəkən şeylərdən biri müsəlmanların ədəb, əxlaq məsələsidir. İmam Əhməd ibn Həmbəl rahiməhullah buyurur ki, qızıldan və gümüşdən
daha çox ehtiyacınız var ki, siz ədəb qazanasınız, əxlaq qazanasınız. Muhammed sallallahu aleyhi və səlləmin ədəbinə baxsaq, doğrudan da və şübhəsiz şəkildə ən yüksək ədəb sahibi olduğunu görərək, bir qadın Rasulullah sallallahu aleyhi və səlləm yolda gedərkən Peyğəmbər sallallahu aleyhi və səlləmi saxlayır və ona dərdini danışır. Günəşin istisi ona toxunmasın deyə qadını kölgədə oturdur, ayaq üstə durub dərdini qutarana kimi onu dinləyir. Muhammed sallallahu aleyhi və səlləm ən güclü sahabələrinin arasında olarkən çöldən gələn bir bədəvi Rasulullah sallallahu aleyhi və səlləmin yaxasından tutur və onu sirkələyir. Təbəssüm eləyərək onu aff eləyir. Abu Bakr radiyallahu anhu Mədinə əhlindən bir kasıba hər ay yardım eləyir. Və sonra qulağına çatır ki, həmin o yardım elədiyi insan gizlində Abu Bakr radiyallahu anhunun arxası ilə danışır. Onu pisləyir, onun qeybətini eləyir və onu söyür. Abu Bakr radiyallahu anhunun xatırına dəyir və ona olan yardımını kəsir. Allah Quranda ayə nazil eləyəndə ki, sizə pislik eləyənləri aff eləməyə cəhd eləyin. Abu Bakr radiyallahu anhu deyir ki, vallahi o mənə pislik eləsə də mən ona o yardımı davam etdirəcəm. Əxlaqın nümunələrindən biri Ömər ibn Xattab radiyallahu anhu çöldə uşaqları ilə ac olan bir qadını eşidəndə yanındakı yardımçılara deyil, ambardan meşəyi götürərək öz çiynində aparıb o qadına əli ilə təslim eləyir ki, hətta ağlayan uşaqlarına yemək bişirsin və onların qarnını doydursun. Osman ibn Affan radiyallahu anhu o qədər gözəl əxlaqlı, o qədər gözəl tərbiyəli olur ki, Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, kânətil mələikə təstəhi minhu. Başqa bir rivayətdə, ələ əstəhi min raculin təstəhi minhul mələikə. Mən o kişidən utanmayım ki, həya etməyim ki, o kişinin əxlaqından mələklər utanır. Əziz və möhtərəm qardaşlar, xutbənin başında dediyim kimi, əxlaq bizim dinimizin əsasıdır. Əxlaq bizim dinimizin təməlidir. Əxlaq İslamın yayılması üçün ən möhtəşəm və ən güclü səbəblərdən biridir. Asiya ölkələrinin bir çoxlarına elm adamları, İslam risalələri birbaşa gedib çatmamışdır. İndoneziya kimi yer üzündə olan ən böyük İslam ölkəsi, Malezya kimi ölkələrə əxlaqlı tacirlərin göstərdiyi əxlaq sayəsində İslam dini yayılmışdır. Əxlaq, İslamı, müsəlmanda olan əxlaq, İslamı təmsil eləyir. Və eyni zamanda şəriəti gözəl şəkildə təcsid eləyir. Ona görə əziz müsəlman, sən kəlmə şəhadəti deməklə, sən namazı qılmaqla üzərində olan borcları əda etmiş sayılmırsan, ta əxlaq məsələsini də əqidə kimi, dinin təməli kimi özvə bunu götürmədikcə. Uca Allahdan diləyirəm ki, bizləri əxlaqlı qullarından eyləsin. Uca Allahdan diləyirəm ki, qiyamət günü Rasulullah sallallahu aleyhi və səlləmin sevgisinə nail olub məclis baxımından ona ən yaxın olanlardan eyləsin. Və aqulu ma təsma'un və əstəğfirullahil azim li və ləkum və lisairil muslimin min kulli zənb fəstəğfiruhu innehu huvəl ğafurur rahim. Dallin.